اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'a həmd sənalar olsun. Bir daha ömrümüzdə Əbu Abdullah Hüseyin əleyhissalamın əzadarlıq məclisində cəm olmağı bizlərə nəsib elədi. Bu hüzünlü, bu əzalı günlərdə başda Mövlamız İmam-ı Zaman Əccəlallah Fərəcəhu Şərif olmaqla bütün haqq əhlinə, bütün müsəlmanlara, burada əyləşən əzizlərimizə təsliyyət ərz edirəm. Allah-u Müteal Əbu Abdullah Hüseyin əleyhissalamın ehtiramına günahlarımızın üzərindən qələmi əfv çəksin və bu qədəmləri tezliklə Kərbəlaya zəvvar qərar versin inşallah. Ağa İmam Hüseyin əleyhissalamın Allah qatındakı məqamlarından biri də budur ki, hədislərimizdə keçir. Əbu Abdullah Hüseyin əleyhissalam iki dəstəyə xüsusi nəzər eləyər. Bir, o həzrətin ziyarətində olan insanlara, bir də o həzrətin əzadarlığında əyləşən insanlara. Hədisdə keçir ki, o həzrət onun məclisinə cəm olmuş insanları tək-tək tanıyır, adlarını bilir, atalarının adlarını bilir. Bəzən hədislərə elə hədis kimi yanaşmayaq. Adam düşünsün bunun barəsində ki, yəni Əbu Abdullah Hüseyin əleyhissalam məni tanıyır. Çox mühümdür, insanın həyatında çox mühüm məsələdir. Ağa məni tanıyır. Bir həzrət özü dua eləyər tək-tək üçün. Buradakı hamısını tanıyır, adı ilə tanıyır, atasının adı ilə tanıyır. Hər biri üçün Allahdan məğfirət diləyər, dua eləyər. Ondan sonra Cəddi Peyğəmbərdən xahiş edər. Anası xanım Zəhradan xahiş edər. Atası Həzrət Əmir əleyhissalamdan xahiş edər ki, siz də dua edin mənim zəvvarlarım üçün və mənim əzadarlarım üçün. Bir nəfər Peyğəmbər duasını qazana bilsə, bir nəfər xanım Zəhra duasını qazana bilsə, xoş o bəndənin halına. Yəni, xoş halımıza ki, bu məclisə gəlməklə o əzəmətli şəxsiyyətlərin duasını öz baramızda qazanmış olar və çalışaq ki, o duaya layiq, onların özlərinə layiq olmağı, halımızı, əhvalımızı, rəftarımızı dəyişməyi də əlbəttə özümüzə bir qərar verək. Bir mövzunun barəsində danışırdıq ki, əlbəttə Kərbəladan çıxarıla bilən dərslər ki, Kərbəla hadisəsi bir hadisədir, dedik ki, bir neçə saatın içində baş verib, eyni hadisədir, cəryanlar da eynidir. Lakin onun o hadisənin bətnində çoxlu dərslər var. Əxlaqi dərslər, tərbiyəvi dərslər, düşünməli dərslər. Ona görə, məsələn, mən hətta tövsiyə edərdim ki, Kərbəla barəsində danışılan hadisələrə elə bir xətibin dilindən qulaq asmayın. Fərqli xətiblərində dilindən bu hadisələri dinləyin. Çünki
hər kəsin baxışı və çıxarışları fərqli olur. Ola bilər birinin görmədiyi bir hadisəni bir başqası elə gözəlliklə görər, çıxardar, adam baxır ki, bu da bir həqiqətən Kərbəlada bir dərsdir, nə gözəl nümunədir. Ona görə hər tərəfli bu hadisələri insan araşdırmalıdır ki, ta öz həyatımızda bunları tətbiq edə bilək və bunu araşdırmalıdır ki, ta öz həyatımızda bunları tətbiq edə bilək və bunun barəsində danışırdıq ki, nə səbəb olduğunu baş verdi ki, 50 illik bir müddət keçmişdi, Peyğəmbərin vəfatından çox az bir müddət keçmişdi. Necə oldu ki, müsəlmanlar İmam Hüseyin əleyhissalama kömək eləmədi ki, heç gəldi onun müqabilində dayandılar. Yaxşı, o kömək eləməyənləri başa düşdük. Düzdür, onlar da müqəssirdir. Onların da qiyamət günündə özlərinin hesabı, kitabı və cəzası var. Amma ən azı budur ki, müqabilində duranlar qədər ki, deyil. Yəni, müqabilində duranlara nə oldu? Nə oldu ki, bir tərəfdə İmam Hüseyin əleyhissalam çağırırdı, Həlimin Nasırın Yansurunu, Peyğəmbər balası çağırırdı, Allah hüccəti, məsum imam çağırırdı, bir tərəfdə Yəzid çağırırdı. Yəzid tərəfdə 30 min qoşun toplandı. Amma İmam Hüseyin əleyhissalamın ətrafında 30-40 nəfər adam toplandı. Bu qədər fərq hardan yarandı? Dedi ki, bu hadisələrin iki növ səbəbləri var. Bir daxili səbəblər var, bir xarici səbəblər var ki, o daxili səbəblərin barəsində danışırıq. Yəni, öz içimizdə ola bilən problemlər, onların barəsində danışırıq. Dedik, onlardan biri insanların Qur'andan uzaq düşməsi idi, Allahın zikrindən uzaq düşməsi idi, Allahdan uzaq düşmələri idi və Allahdan uzaq düşmənin də neçə yolları var. Biri budur ki, insanlar Qurandan uzaq düşürlər, biri budur ki, insanlar namaza süst yanaşırlar, biri budur ki, insanlar günahın müqabilində müqavimətləri yoxdur, zəifdirlər günah müqabilində. Bəzi insanlar vardır, görürsən, immuniteti güclüdür, hər nə qədər virus yayılırsa, çox nadir hallarda gəlib ona xəstəlik tutur. Adam da var, immuniteti zəifdir, elə külə gəsəndə görürsən ki, xəstələnir. İnsanlar günahda da bu cürdlər. Bəzi insanların müqaviməti günaha qarşı güclüdür. Elə onu günaha düşməz. Bu da nə ilə olub? Öz ruhiyyəsini, öz mənəviyyatını, öz imanını güclənməklə. Və bunlar da öncəki məsələlə bağlı idi. Namaza, Qur'ana, zikrullaha və sair məsələlərə bağlı idi bunlar. Və beşincisi, Allahdan insanı kənar salır və nəticədə gətirib insanı imam qatilinə çevirə bilir. O da insanın haqq tanımamağıdır. Haqqı ayırt eləyə bilməməsidir. Öncəki bəhslərimizdə də demişdik, təhlil qabiliyyətinin olmamasıdır insanın. Elə bütün hadisələri, bütün informasiyaları təhlil etmədən qəbul edir. Özünün şəxsi düşüncəsi, şəxsi araşdırması yoxdur. Quran belə insanların barəsində buyurur, ləhum a'yunun la yubsiruna biha. Ləhum a'zunun, onların gözləri var, amma görə bilmirlər. Onların qulaqları var, lakin eşidə bilmirlər. Quran bu cür insanları belə tərif edir. Ki, biz onlara göz vermişik, amma haqqı görə bilmirlər. Haqq bəzən insanın gözünün qarşısındadır. Haqqı eşidə bilmir, qəbul eləyə bilmir haqqı. Bəzi insanlar oldu, Aşura günündə Əbu Abdullah Hüseyin əleyhissalamı eşitmədilər. Qulaqları var idi, amma eşitmədilər. O həzrətin balalarının fəryadını eşitmədilər, əshabının fəryadını eşitmədilər, dəvətini eşitmədilər. Hər kim ilahi zikridən kənar düşsə, Allahdan kənar düşsə, əlaməti budur ki, haqq tərəfi qoyub, batıl tərəfin sıralarında yer qalacaq. Cəməl müharibəsində bir nəfər gəldi Həzrət Əmir əleyhissalamın yanına. Dedi ki,
sual verdi Həzrət Əmr əleyhissalama. Ağa, haqq sözü ilə yoxsa qarşı tərəflə? Həzrət Əli əleyhissalamdan soruşur ki, haqq sözü ilə yoxsa qarşı tərəflə? Bəzi hallarda bəzi suallar olur ki, ona cavab verməkdə, yəni bəsit bir şeyi səndən soruşanda ona cavab verməkdə adam çətinlik çəkir. Məsələn, bir nəfər soruşur ki, səndən günəş var, yoxdur, indi buna necə izah edəysən? Bir adam ki, o əzəmətdə günəşi görə bilmir, indi günəş sən ona necə sübut edəcəksən ki? Həzrət Əmr əleyhissalam buyurdu ki, məgər eşitməmsən Peyğəmbər Əkrəm buyurur, Əliyyum mə'al haqq və haqq mə'al Əli. Eşitmədim Peyğəmbərlə ki, harada haqq var, Əli oradadır, harada Əli var, haqq oradadır. Sən elə indi sən araşdırırsan ki, ya Əli, sən haqq yoxsa qarşı tərəfdədir, ha? Səid ibn Əbi Vəqqas yaxınlaşdı Həzrət Əmr əleyhissalama. Dedi ki, mənə çox çətindir bu döyüşdə iştirak etmək. Bu tərəfdə sənsən, qarşı tərəfdə də sən Peyğəmbərin yeznəsisən, qızının ərsən, qarşı tərəfdə də məsələn Peyğəmbərin həyat yoldaşı var. Burada sənsən, Peyğəmbərin əmsi olsan, qarşı tərəfdə Zübeyir var, Peyğəmbərin bibisi oğludur. Mən necə təyin edim? O tərəfdə də namaz qılandı, bu tərəfdə də namaz qılandı. O tərəfdə Quran oxuyandı, bu tərəfdə Quran oxuyandı. Mən necə edim? Çünki haqqı tapa bilmirdi adam. Həzrət Əmr əleyhissalam həmin şəxsi cavabında dedi ki, sən əvvəl get, haqqın özünü tanı, ondan sonra gəl bu sualı verərsən. Nə qədər ki, sən haqqı tanıya bilməmisən, şəxslərlə haqqı axtarsın, tapa bilməyəcəksən. Tarix bu bir meyardır. Əgər şəxslərin üzərində biz axtarış yaparsaq, haqqı tapa bilməyəcək. Gərək insan tanıya haqqın özü nədir? Haqqı tanıyandan sonra baxanda biləcək ki, o adam haqq tərəfdədir, bu adam nahaq tərəfdədir. Çünki bunun təhlil etmə qabiliyyəti yox idi, aid eləyə bilmirdi. Amma görürsən, Əmmar Yasir nə deyirdi? Əmmar Yasir deyirdi ki, Həzrət Əli əleyhissalam mənə əmr eləsə ki, qılıncı götür və özünü iki hissəyə böl, mən heç tərəddüd etmədən bu işi icra edərəm. İmam bu cür əmr verməz, məsələ, yəni istəyir aydın ola məsələ. Deyir, hətta imam mənə bunu da əmr eləsə, mən tərəddüd eləmədən bu işi görərəm. Niyə? Çünki bilir ki, bu şəxs haqdır, nahaq söz deməz. Əgər əmr eləyirsə, demək bunu icra eləmək lazımdır. Çünki bu Allah hüccətidir. Bu fərdi bizi kimi insanlardan deyil ki, səhv qərarda verə bilər. Məsum yəni ya vəhyə bağlıdır, Peyğəmbərlər kimi, ya ilhama bağlıdır, imamlar kimi. Qərarı səhv ola bilməz ki. Həmin düşüncədir, əməli düşüncəsi bu gün də eyni hal, o ki, haqqı batıldan ayrı edilməyən insan, bu gün də gəlir, məsələn, görürsən ki, özünü bir dənə elm tələbəsi elan edib, sual verirlər ona, deyir ki, görəsən, Əli üstün idi ya, məsələn, Muaviyə üstün idi. O da danışır, izahat verir üstünlüklərinin barəsində. Bu qədər tənəzzül edib ki, gəlib müqayisə aparır hətta. Yəni, məsumdan qeyri-məsumu ki, müqayisə eləməzlər. Bu, eyni həmin düşüncədir gəlir. Ən böyük problemlərdən biridir, Kufə əhlinin bu təhlil edə bilməmək qabiliyyəti. Bilirsiniz, Kufə sonradan salınmış bir şəhərdir, köklü bir şəhər deyildi. Kufə hicrətin 17-ci ilində salınıb.
Hicrətin 17-ci ilində. İkinci xəlifənin dönəmində Kufə şəhəri salınır. Adətən Kufələr kənardan gəlmə insanlardır. Mühacirlər də var içində, başqa məmləkətlərdən köçülüb gələn insanlar da var. Bizim dillə qoyduğumda yığma komandadır Kufə. Ona görə də bu hadisələrin əsasən cərəyan etmə nöqtəsi Kufə idi. Yəni, oturuşmamış bir cəmiyyət idi. Düşünə bilməyən, təhlil edə bilməyən bir cəmiyyət idi. Həzrət Əmr əleyhissalam buyurdu, get haqqı tanı, ondan sonra gəlib bu sualı verərsən. Çünki Quran-ı Kərimdə həmişə nə deyir? Bizə Allahı yad etməyi, Allahdan uzaq düşməməyi çağırır. Çünki insan Allahdan uzaq düşdükcə haqqı, meyarları aid edə bilməyəcək, tanıya bilməyəcək. Quran buyurur, Əla bi zikrillah tətməinnül qulub. İlahi zikr qəlbləri mutmain eləyir, aramlıq gətirir və arayıncılıq gətirir, qəlbə yəqin də gətirir. Ya eyyuhən nəfsul mutmainnə, ey arxayn olan nəfs. Nəfs ki, gəldi bir həddə çatdı da o tərəddüddə qalmır. O düzdür, bu düzdür. Bugün bundan danışacaqlar, yaxşı xüsusiyyətlərini sənə, başlayacaqsan adamı sevməyə, sabah gələcəklər, pis tərəflərindən danışacaqlar, sən nifrət edəcəksən, daim tərəddüd içində qalacaqsan, get-gəldə qalacaqsan. Necə imamın dönəmindəkilər qalmışdı, biz də o həmin hadisələri öz zamanı imamımızın zamanında yaşayacağıq. Daim tərəddüd, daim get-gəl, sabit deyil. Özünün düşüncə qabiliyyəti yoxdur, qərar verə bilmir. Xüsusi öz şəxsi fikri yoxdur. Həmişə kimlərin isə fikirləri onda təsir qoyur. Bir məsələ də vardır. İnsanların 30 günlük Yezid tərəfdə, 30 nəfər İmam Hüseyn tərəfdə durmasının səbəblərindən biri. O səbəblərdən də biri nifaq və nifaq əhlidir. Əvvəldə sadaladığım xüsusiyyətlər, dünəndən sadaladığım xüsusiyyətlər bütün fərdlərə aid idi. Amma bu, bütün fərdlərə aid deyil. Mən deyərdim, öndə gedənlərə, aparıcı qüvvələrə aid idi. Qalanları da bunlar aldadıb arxasınca çəkə bilirdi. Hər vaxt ki, cəmiyyətdə nifaq və yaxud nifaq əhli rahat iş görə bildi, o cəmiyyətdə şəxsiyyət böhranı baş verəcək. Ki, öncəki dərslərimizdən, bəhslərimizdən idi. Şəxsiyyət böhranı baş verəcək həmin cəmiyyətdə. Və bunda diqqətli olaq. Adətən nifaq və münafiq əhli dindar cəmiyyətin içində olur. Bu da çox təhlükəli bir məqamdır. Peyğəmbərimizin Məkkədə İslamı elan edənə qədər nifaq və yaxud münafiq əhli çox az idi. Bəlkə də yox həddində idi. Ağacı adətən harda əkirlər? O yerdə ki, münbitdir. Şoran yerdə ağac əkmirik. Səhrada, heç bir şey olmayan yerdə ağac əkmirik. Harada ki, münbit şərait var, orada əkilir. Dini camiyyədə də nifaq əkmək üçün çox rahat şərait var. Məzhəblər arası fikir ayrılığı, insanların arasındakı ibadət ayrılığı və s. və ilaxır. Rahat nifaqı orada, nifaqın toxumunu səpədə bilirlər. Həzrət Əmr əleyhissalamın Nəhcül Bəlağada 27-ci məktubu var. Muhammed ibn Əbu Bəkrə yazıb həmin məktubu. Deyir, Peyğəmbər Əkrəm sağlığında çağırdı məni yanına. Dedi, Əlican, İnni la əxafı əla ümmətin müminən və la müşrikən. Əlican, mən ümmətim üçün məndən sonra
Nə möminlərdən qorxuram, nə müşriklərdən qorxuram. Diqqət edin, əziz Peyğəmbərimizin kəlamına, ki, Həzrət Əli əleyhissalam onu çatdırır bizə. Deyir, mən ümmətim üçün nə möminlərdən qorxmuram, nə müşriklərdən qorxmuram. Əmməl mü'minu fəyəmnəuhullah. Bir adam ki, mömindir, o Allaha olan imanı ona həmişə pis işdən çəkindirəcək. İmanı olan adam başqasına xəyanət edə bilmir, zərər vura bilmir. İmanı var da, axirətdən qorxur ən azından. Ki, məsələn, bu işi görsəm, axı qiyamət var, hesab var, kitab var, günahdır. İmanı ona imkan verməz ki, cəmiyyətdə fitnə salsın. وَأَمَّا الْمُشْرِكُ فَيَقْنَهُ اللّٰهُ بِشِرْكِهِ. Onlar ki, müşrikdirlər, onların da şirki onlara imkan verməyəcək. Çünki müşrikdirlər, Allah onlara icazə verməyəcək. Cəmiyyətin içində nifaq yaysınlar. وَلَاكِنِّ أَخَافُ عَلَيْكُمْ كُلُّ مُنَافِقٍ. Peyğəmbər Əkrəm buyurur ki, amma mən özümdən sonra sözü üçün ən çox qorxduğum münafiqdir. Nifaq əhlidir, nifaqdır. Bu çox təhlükəlidir cəmiyyət üçün. Çünki nə mömin kimi etiqadı var, nə də müşrik kimi mərd-i məvranı çıxıb demir ki, mən səni qəbul eləmirəm. Mən sənin əqidəvi qəbul edirəm, mən sənin dinivi qəbul edirəm, nə Allahı qəbul edirəm. Kafir müşrik pisdir. Amma yenə də sağ olsun ki, çıxıb etiraf edir ki, mən səni qəbul eləmirəm. Sən heç dinivi də qəbul eləmirəm, əqidəvi də, düşüncələrvi də, özünü də. Bildin də bu adamdan ki, mövqeyi nədir? Ən təhlükəli o mövqeysiz insanlardır. Gedər və gələr. Halı bilinməz, düşüncəsi bilinməz, yanaşması bilinməz, fikri bilinməz, atdığı addımı bilinməz. Nə gözləyirsən bundan çətindir. Və bu cür düşüncə gətirdi. Bir gün xəyala düşdülər ki, imam gəlsin ona beyət eləyək. 120 min məktub yazdılar. Bir gün gəldi fikirlərindən rahat çevirdilər. Dedilər ki, tutaydı gəlin bu imamı öldürək. Gördünüz, nə qədər təhlükəlidir. İmam Hüseyn əleyhissalamı misal deyək. Fransada bir dənə qeyri-müsəlmanlar dəvət eləsəydi, gedəcəkdi. Ki, onlar müsəlmandır. Müsəlman da olsa imam qəbul eləmir. İndi bir dənə məsələn bir Hindu tayfası onu dəvət eləsəydi, gedəcəkdi. Bilir ki, onlar Allahsızdır, niyə geçsin ki? Amma Küfədə dəvət edənlər müsəlmanlar idi. Çünki müsəlmanlar idi, Həzrətin boynuna haqq gəlirdi ki, onların çağrışına cavab versin. Ona görə münafiq çox təhlükəlidir. Quran Peyğəmbər Əkrəmə buyurur, iki dəstə münafiq var, ya Rasulullah. Bir dəstəsi kənardan olan münafiqlərdir. Bir dəstəsi öz içinizdən olan münafiqlərdir. Və mimmən havləkum Quran ayəsidir. Və min əhlil mədinətin məradu aləl-nifaq. Peyğəmbər, bir dəstə var, kənardadır o münafiqlər, Mədinədə deyil. Amma bir dəstə münafiq var, Peyğəmbər, Mədinə əhlindəndir ya, sənin ətrafındadır, yan yöründədir. Elə sənlə görüşürlər, öpüşürlər, hal-əhval eləyirlər, get-gəl eləyirlər. La tə'ələmuhum. Peyğəmbər, heç sən də onlar tanımırsan. Görürsün, münafiq, nifaq nə qədər təhlükəlidir. Allah Rəsuluna Allah deyir ki, sən də tanımırsan. Yəni, münafiq ona deyərlər ki, iki yüzü vardır, bilmərsən, dəqiq tanıya bilmərsən, səhv sala bilərsən bu məsələni. Nəhnun nə'ələmuhum. Allah buyurur ki, onları yalnız mən tanıyıram. Peyğəmbər, sən də tanımırsan. Mərrətən
Allah buyurur ki, biz onlara 2 dəfə əzab verəcəyik. Münafiqlərə 2 dəfə əzab verəcəyik. Biri dünya əzabıdır, qəbr əzabıdır, ya bərzəx əzabıdır, bir də qiyamət əzabıdır. 2 dəfə biz onlara Quran buyurur ki, əzab verəcəyik. Quran-ı Kərim çoxlu nifaqın barəsində, münafiqlərin barəsində danışır ki, bu məsələnin nə qədər təhlükəli olduğunu bizə çatdırsın. Abdullah ibn Ubey bir nəfər idi, Mədinənin o münafiqlərindən idi. Zahirən müsəlmanların içində idi. Bəni Ubeyin bir dənə nifaqın deyimsə, bir dənə. Müsəlmanlar Ühud döyüşünə gedəndə 1000 nəfər idi. 300 nəfərini o qədər girdi, deyindi, danışdı, başlarını apardı, zehinlərini korladı, fikirlərini bulandırdı. 300 nəfəri ayırdı müsəlmanların zərgəsindən, özü də müsəlmandır ya. Demir, gəlin Peyğəmbəri tərk edək. Deyir, gəlin özümüz bir dənə cərhə açaq, o cərhədən biz də hücum edək. 300 nəfəri ayırdı müsəlmanlardan, müsəlmanlar məğlub oldu. Öz aləmində yaxşı bir iş görürdü ki, əslində içindəki özü bilirdi ya. Amma oradakı 300 müsəlmanı alladıb, 1000 nəfərlik müsəlman zəbhəsinin içinə nifaq saldı. Pərakəndəlik yaratdı. Zəiflətdi müsəlmanları. Gör, nifaqa hara gəlib çatıb, ayə gəlib barəsində bu Ubeyin. Mədinədə yaşayırlar müsəlmanlar, onların içində mühacir də var, ənsar da var. Mühacir, ənsar nədir? Mühacir hicrət edib, Məkkədən köç edib gələnlərdir. Ənsar Mədinə əhlidir, yerli cəmaatdır, kömək edənlərdir. İndi bir dənə döyüşə gedib. Müsəlmanlar, Mədinə əhli, Məkkəlilərlə bir yerdə bir döyüşə çıxıblar. Orada bir hadisə cərəyan elədi. Su üstündə, su götürmək üstündə quyudan bir mühacirlə ənsarın arasında sərsöhbət düşdü. Bir mühacir bir ənsara bir şillə vurdu. Əbu Übeyə yaxşı mümbit fürsət düşdü burada, bu arada. Dedi, əcəb işdir. Mühacirli Mədinəliyə şillə vurur. لَاِنْ رَجَعْنَ إِلَى الْمَد۪ينَ لَيُخْرُجُنَّ لَأَعَزَّ مِنْ هَلَ أَزَلٍ Dedi, diyanı qoy qaydaq Mədinəyə. Əzizlər özlərini nəzərdə tutur. Hörmətli əhlik biz Mədinəliyik. Bu zəlilləri mütləq öz aramızdan çıxartmalıyıq. Qovmalıyıq Mədinədən. Gəlmələr kimdir? Gəlmələrin biri Peyğəmbər Əkrəmdir, biri Həzrət Əli əleyhissalamdır. Əksər İslamın o qaymaları hamısı mühacirdir, gəlmələrdir. Hədərə düşdürdü ki, biz bunları qovacağıq burada. Zeyd ibn Ərqəm yaşı az idi, onda 7-8 yaşı var idi. Gəldi bu hadisəni Peyğəmbərə xəbər verdi. Dedi, ya Rasulallah, Əbu Übey belə bir söz dedi. Peyğəmbər Əkrəm çağırdı Əbu Übey yanına. Dedi ki, sən belə bir söz demirsən ki, döyüşdən qaydan kimi Mədiniyə biz qovub çıxardacağıq Məkkəliləri buradan. Nifaq əhlinin bir xüsusiyyəti də budur ki, üzdə olarlar. Peyğəmbərə dedi ki, sən nə danışırsan? Sən mən boyda kişini qoymuşsan, bir dənə 7-8 yaşlı uşağın sözünə inanırsan. Peyğəmbər dinmədi. Peyğəmbər dinmədi, Əbu Übey getdi, döyüşdən qayıtdılar. Zeyd ibn Ərqəm xəcalətindən getdi, girdi evə. Bəzən bu cür olur. Nifaq əhli ki, o qədər üzdə olur. Haqq əhli xəcalətindən çəkilir, durur bir kənarda. Getdi, girdi evə. Dedi, mən daha evdən bayra çıxmayacağam. Peyğəmbər də elə bilir ki, mən yalancıyam. Amma mən axı haqqı deyirdim, bu adam bu sözü demişdi. Ayə nazil oldu. لَاِنْ رَجَعْنَ إِلَى الْمَد۪ينَ Onlar deyirdi ki, elə ki, Mədinəyə qayıtdıq. لَيُخْرِجَنَّ الْأَعَزَّ مِنْهَ الْأَزَلِ Əzizlər, nə inəyəcəklər? O zəlilləri qovub çıxardacaqlar Mədinədən. Peyğəmbər Əkrəm çağırdı həmin o uşağı.
Dedi, sən narahat olma. Allah sənin sözünü təsdiq edir. 1000 nəfər sənin sözünü təsdiq eləsin, amma Allah təsdiq eləməsə o sözün heç bir əhəmiyyəti yoxdur. 1000 nəfər səni təksib eləsin, bir dənə Allah sənin sözünü təsdiq eləsə kifayət edir. Peyğəmbər cavab dedi, narahat olma. Allah sənin sözünü təsdiq edir. O adam o sözü deyir. Bunun ardınca Əbu Übeyin oğlu gəldi. Mömin idi. Dedi, ya Rasulallah, icazə ver atamla bütün ünsiyyətimi kəsin. O nifaq əhlidir. Peyğəmbər əşrəm buyurdu ki, xeyr, olmaz. Bu da İslamın yanaşma tərzi. Dedi, olmaz. O sənin atandır. Sən ondan ünsiyyəti qoru, saxla. Siffeyndə nifaq əhli Qur'anları vurdular nizənin üstünə, bir dənə fitnə alğın çıxartdılar. Yəni, nifaq əhli həmişə elə dini alət eləyənlər, dindən sui-istifadə eləyənlər, dinlə insanları aldadarlar. Ayə də gətirər, hədis də gətirər, əsaslandıra da bilər sözünü, şəkilləndirə də bilər sözünü və yaxud müəyyən dini məsələlərlə insanları cəmiyyətə aldada bilərlər münafiq əhli, nifaq əhli. Ömər Səd Kərbəlada nə iş gördü? Qarşı tərəfə dedi ki, ya xiyəlallah, ay Allahın ordusu, bax, Yezid tərəfdarlarının necə manipulyasiya edirdi, necə bizim dillə dən atırdı qabaqlarına. Ay Allahın ordusu. Onları inandırmışdı ki, siz Allah ordususuz. Siz haqqın icraçısısınız. İmam Hüseyin əleyhissalamı şəhid eləməyə qalxanlar Allahu Əkbər şüarları ilə qalxmışdılar. Haqqı icra edirlər, düşünüb bir şey görürdülər. Ona görə dedim, neçə gündür sayırıq. Gəldik ki, onlardan da, o hadisələrdən də biri nifaq əhlidir. Dedim, adətən orada bütün əhaliyə aid deyildi. Adətən öndə gedənlər idi bunlar. Ondan qalanını aldadırdılar. Aldatmışlar oradakiləri, elə bilirlər, haqq işinə qalxıblar, əllərinə qılınc götürüb Allah Əkbər deyə Həzrət İmam Hüseyin əleyhissalamı şəhid edirlər. İmam Sadiq əleyhissalam göz yaşlarını tökərəkdir ki, bizim cəddimiz Hüseyni din adını öldürdülər. Adın ibadət qoyub öldürdülər. Şəb Aşurada, Aşuranın gecəsində İmam Hüseyin əleyhissalam özü xütbəsində deyir bunu. Deyir, bir vəziyyətə gəldik, çıxdıq ki, bizi müdafiə üçün qalxan qılınclar bizi doğramağa qalxıb. 5 gün öncə Küfənin əhli İmam Hüseyin əleyhissalamı dəvət eləmişlər, qılınclarını ütləyirlər. Ne üçün? İmam Hüseyini müdafiə eləmək üçün. Həmin qılınclarla gəlmişlər Kərbəlayı İmam Hüseyini öldürmək üçün. Nifaqın cəmiyyətdəki fəsadının təsiridir. Yezidin məclisində əsirləri ki gətiriblər, Yezid orada bir ayə oxudu. Qulillahumma məlikil mulk, tu'til mulkə mən təşə'u və tənzi'ul mulkə mimmən təşə'. Mülkün sahibi Allahdır və Allah istədiyinə güc, qüdrət verər, səlahiyyət verər. Allah verib bu səltənəti bizə, biz bu işi görürük. Cəbriliyə bir növ təşviqidir də bu. Ayə oxuyurdu, deyirdi ki, Allah istəyib biz bu işi görmüşük. Allah istəməsəydi, bu qüdrəti Allah bizə verməzdi. Quran nə deyir? Quran deyir, İzə qeylə ləhum la tufsidu fil ərz, qalu innəmən nəhnu muslihun. Quran deyir ki, bu cür insanlara zaman ki, deyilər ki, fəsad törətmiyor. Deyərlər ki, biz fəsad törətmirik ki, biz islahatçılarıq, biz islahat aparıq cəmiyyətdə.
Biz cəmiyyətin islahı üçünük. İslah nəyə deyilir? Məsələn, bir dənə maşın var, aparmısan onu ustaya, islahat budur ki, onu təmir eləsin də, boyası korlanıb, rəngin dəyişsin, harada bir xarab işləri var, onları düzəltsin. Bu nədir? İslahatdır. Amma həmin usta götürəb əlinə bir böyük bir ağır bir çəkiz ala, başlaya bunu dağda, sındıra, tökə. Buna islahat deyilər. İslahat budur ki, axan yeri, aşan yeri sən də gəlib tutursan, düzəldəsən. Olan bir şeyi dağıdırsansa, bu islahat deyil. Həzrət Şüeyb buyurardı, Quran deyir onun kəlamını bizlərə. İn uridu illə islahə ma məstətə'tu. Biz istəyirik ki, islahat aparaq. Və ma tavfiqi illə billah. Amma tavfiqat da Allahdandır. Bizim qəsdimiz islahat aparmaqdır, amma gərək Allah da bizi kömək eləsin. Hərəcdir, tələbini islah. Mən çıxmışam islahat aparmaq üçün. Yəni, islahat ənbiyanın işidir, islahat ovsiyanın işidir, islahat imamların işidir və islahat o insanların işidir ki, haqqı tanıyıb dərk edebilsinlər. Amma hər kəs iddia eləsə, Quran deyir ki, bəli, biz onlara deyəndə fəsad törətməyin, onlar da deyirlər ki, elə biz islahatla məşğuluq. Demək ki, İmam Hüseyin əleyhissalamla üzbəüz qalanların problemlərindən biri də cəmiyyətdəki insanları imam qatilinə çevirə biləcək problemlərin biri nədir? Nifaqdır və münafiqlərdir. Çox asanlıqla onları aldadır, Allah qoşunu kimi özlərinə təqdim edə bilirlər. Və yaşadığımız dünyada da biz bunun hadisələrin şahid olduq. Dünyanın hər yerində Allah Əkbər deyib, baş kəsənlər gördük. Onların da baş bilənləri, öndə gedənləri, onları elə aldatmışlar ki, siz elə Allahın işini icra edirsiniz. Allah işi icra edirsiniz deyə günahsız insanları qətl elədilər. Günahsız müsəlmanların arasında böyük, bəlkə də uzun illər sönməyəcək nifaqlar saldılar. Ona görə bu məsələlər çox təhlükəlidir. Buna görə ki, bir gün biz də öz yaşadığımız zamanda, öz zamana imamımız gələrkən həmin nifaqlarla üzbəüz qalacaq. Qaçılmazdır bunlar. Hətta hədislər buyurur ki, axirət zamanın nifaqları daha təhlükəli olacaq. O imtihanlardan uzaq çıxmaq üçün nədir? İnsan gərək haqqı tanıya ki, həmin zamanda nifaq baş verəndə insan o nifaq əhlinə aldanmasın. Haqqı tanıya bilsin, nahaqqı tanıya bilsin. Bir neçə kəlmədə təvəssül eləyək, zikri müsibət eləyək. Ondan sonra inşallah əzizlər buradadırlar, Roza Mərsiyə məclisimiz olar. Mən istəyirəm bu günləri yavaş-yavaş yaxınlaşırıq da Aşura gününə. Artıq günlər keçir. Ayın 5-də inşallah vətənimizdə, bütün məscidlərdə 5-i səhər-səhər Aşura mərasimi qeyd olunacaq. İnşallah bizim də məscidimizdə Aşura məclisi ayın 5-də bərpa olacaq inşallah. Yaxınlaşırıq artıq Aşuranın günlərinə. Bu günləri istəyirəm təvəssül eləyək. Kərbəlanın ən parlaq simalarından biri olan Peyğəmbərin oxşarı Həzrət İmam Hüseyin əleyhissalamın ciyərparəsi Əli Əkbər ağaya.
Əli Əkbər ağa o qədər böyük əzəmətə və ruhiyyə malik idi ki, deyirlər, həm simacız Peyğəmbərə çox oxşayırdı, Peyğəmbərə bənzəri var idi. Yerişi, duruşu, üzü Peyğəmbərə çox oxşayırdı. Və həm əxlaqi cəhətdən Peyğəmbərə çox oxşayırdı və həm də səsi, danışığı, nitqi eyni Peyğəmbər idi. Hətta İmam Hüseyn əleyhissalam buyurur ki, biz nə vaxt Peyğəmbərsin darıxırdıq, Əli Əkbərin simasına baxırdıq. Bir gün Maviyə çağırmışdı öz ətrafındakı insanları, dedi ki, bu dünyada bu günləri Peyğəmbərin mənbərinə, xilafətə ən layiqli şəxs kimdir? Yanındakılar dedilər ki, təbii, Yamir Müminin sizdən dedi, yalan deyirsiniz, yalan deyirsiniz. Bu cəmiyyətdə Əli Əkbərdən layiqli bir şəxs mən görmürəm. Çünki eyni simai Peyğəmbərdir, eyni danışığı Peyğəmbərdir, eyni əxlaqı Peyğəmbərdir. Aşura günü İmam Hüseyn əleyhissalamın bütün yarı ənsarı gedib əlindən, dostlar gedib hansı. Növbə gəlib çatıb ailə üzvlərinə. Deyirlər, ilk şəxs ki, gəldi İmam Hüseyn əleyhissalamın yanına icazə istədi meydana getmək üçün Əli Əkbər ağa oldu və tarixdə yazıblar ki, İmam Hüseyn əleyhissalam heç tərəddüd etmədən Əli Əkbərə icazə verdi. Oğlum, get. Öncə Əli Əkbər ağanı geyindirir. Peyğəmbərin döyüş zirəhi İmam Hüseyn əleyhissalamda idi. Peyğəmbərin zirəhini geyindirdi Əli Əkbər ağanın əlinə. Peyğəmbərin əmmaməsini bağladı Əli Əkbər ağanın başına. Sanki Həzrəti bəziyir, adətən bəyi ki, məsələn, bəziyərlər, ağa Əli Əkbər ağanı o cür bəziyirdi, şəhadət taxtına göndərməmişdən öncə. Həzrəti geyindirdi zirəhini, qılıncını. Ondan sonra dedi ki, oğlum Əli Əkbər, get xeymələrə, xanımlarla vidalaş. Bilmirəm o səhnə necə bir səhnə olub. Burada Əli Əkbər ağadan necə ayrılıblar, xanım Zeynəb necə ayrılıb. Əli Əkbər ağanın anası Leyla ondan necə ayrılıb. Bacısı Səkinə, 3 yaşında, 4 yaşında xanım Rüqəyyə Əli Əkbər ağadan necə ayrılıblar bilmirəm. Deyir, xanımlar alıb ətrafını, hamısı dolanıb boynuna, həzrətin öpürlər, istəmirlər geçsin ağa. Deyir, İmam Hüseyn əleyhissalam bir neçə də çağırandan sonra gördü ki, Əli Əkbər ağanı buraxmırlar, gəldi, möhkəm şəkildə dedi ki, buraxın. Buraxın Əli Əkbəri qoy geçsin meydana. Yazıblar ki, ama Həzrət özü görüşmədi Əli Əkbər ağanı. Adətən atalar üçün çətindir. Adətən atalar oğul evladına olan məhəbbətin çox aşkar biruza vermirlər. Qəlbində sevər, amma çox da izhar eləməz. Ataların xüsusiyyəti belədir. Xanımlar belədir ki, görüşürdülər, ağlayırdılar, vidalaşırdılar, amma İmam Hüseyn əleyhissalam həmin anda özünü toxtaq tutmuşdu və Həzrət Əli Əkbərlə görüşmədi, vidalaşmadı. Həzrəti yolu saldı meydana. Həzrət getdi meydana, biraz döyüşdü. Döyüşəndən sonra özü də bilirdi ki, İmam Hüseyn ağanın gözü qalıb dağılacaq. Özü də bilirdi ki, nə qədər İmam Hüseyn əleyhissalam Əli Əkbərin məhəbbətin qəlbindən çıxartmayıb, onu şəhid eləyə bilməzlər. Amma o şəhadət eşqindən yanır. Bilir ki, atanın qəlbindən çıxmayıb Əli Əkbər.
bir bəhanə ilə qayıtdı gəldi. Qayıtdı gəldi İmam Hüseyin əleyhissalamın yanına. Dedi, Atacan, ya ata, əl-ətəş. Atacan, susuzluq mənə çox əziyyət verir. Əgər olsa, mümkün olsa, bir içim mənə su versin, qayıdım meydana. Əli Əkbər ağa bu sözü deyib, amma Əli Əkbər ağanın şənində döyücüsünüz. Əli Əkbər ağa bilirdi ki, xeymələrdə bir içim su olsa, onu Əli Əsfərə verərlər. Su olsa, onu xanım Rüqəyyaya verərlər. Əli Əkbər ağa bilirdi xeymələrdə su yox idi. Sadəcə bu bir bəhanə idi, son dəfə İmam Hüseyin əleyhissalamdan görürsün. Deyir, elə bil ki, İmam Hüseyin əleyhissalamda o fürsəti gözləyilmişdir, sarıldı Əli Əkbər ağanın boyuna. Dayım da burada xəlvət edib də İmam Hüseyin əleyhissalam. Kənar tapıb bir xəlvət edib, bir bəlkə Əli Əkbər ağana qucaqladı, öpdü. Oğlum səbirli ol, birazdan Peyğəmbər səni sirab eləyər. Orada dedi ki, Allah şahid ol, mən meydana kimi göndərirəm. Bir şəxsi göndərirəm ki, eyni görkəmi Peyğəmbərdir, danışığı Peyğəmbərdir, nitqi Peyğəmbərdir. Bu mənada deyirdi ki, yəni Allah şahid ol, əgər Əli Əkbər də bunları islah edə bilməsə, Əli Əkbəri də görüb bunlar islah olmasalar da bu ümmətin islahı çətindir. Bu dillərlə Həzrəti yola saldı, meydana yola saldı. Həzrət bir xeyli döyüşəndən sonra düşmən tərəfdə bir nəfər var idi. Kənardan bu anı gözləyirdi. Diqqəti Əli Əkbər ağada idi. Oxunu qaldırdı, dedi, mən bu dəqiqə Hüseynin qəlbin nişan almışam. Əli Əkbər ağaya tərəf tutub oxunu, dedi, mən Hüseynin qəlbin nişan almışam. Elə şey deyir, oxu atdı, Həzrətin qəlbindən dəydi. İlk ox deyir, Həzrət Əli Əkbərin qəlbindən dəydi. Qan cari oldu, qan deyir, töküldü atın üzünə. Tarixdə yazırlar, məktəllərdə atın gözlərini qan tutdu, at hürüşdü, at əks tərəfə qaçdı. Qaçdı düşmən tərəfə. Düşmən də qatil. Deyir, hər tərəfdən hücum ediblər, fürsət biliblər. İmam Hüseynin qisasını Əli Əkbərdən alırlar. Hərə bir xəncər olur. Deyir, salırlar taxtdan, atdan Həzrət Əli Əkbəri. Tarix yazıb, qətəluhu ehrən ehvar. Həzrət Əli Əkbəri deyib, tikə-tikə doğramışdılar. Bir var, bir yara vuralar şəhid ola, bir var, Həzrəti tikə-tikə doğramışdılar. Deyir, elə ki, atdan düşdü Həzrət Əli Əkbər ağa, nida elədi, ya əbəta ədrikni, atacan, imdadıma yetiş, köməyimə yetiş, da çarəsizəm. Deyirlər, İmam Hüseyin əleyhissalam sürətlə gəldi. Mən bilmirəm, xanım Zeynəbin Əli Əkbər ağaya məhəbbəti nə qədər idi. Deyir, İmam Hüseyin əleyhissalam gəlib çatanda meydana, qətlicaha gördü, xanım Zeynəb ondan qabaq çatıb. Dedi, bacıcan qayıb xeymələr. Qayıb xeymələr. İmam Hüseyin əleyhissalam oturub, Əli Əkbərin üzünü götürüb, qoyub öz üzünə. Əlini sürtür Həzrətin qanına, çəkir saqqalına. Bir Allah şahid ol, qiyamətdə Əli Əkbərin qanı ilə mən sənə şahid edəcəm. Ondan sonra Həzrət gördü, da çarə yoxdur, Əli Əkbəri qucağına götürə bilməyəcək. Onu şəhidlər kimi əbasını çıxartdı, açdı, sərbidir. Bir də gördü, bir əl dəyini çiyninə. Baxanda gördü, Həzrət Əbəlfəzladır. Dedi, qardaş, qaldı özünü toxtat. Bəni Haşim gəldi, Əli Əkbər ağanın bədəninin hissələrini yırdılar, əbaya aparmaq. Əli Əkbər ağa ki, şəhid olub Həzrətin belisi. Deyir, Həzrət Əbəlfəzlağa girdə İmam Hüseyin əleyhissalamın qoluna gətirir onu xeyməcah tərəfə. Amma ağanın bir çətin vaxtı var idi ki, Həzrət Əbəlfəz şəhid olmuşdu. İmam Hüseyin əleyhissalam gəlmişdi başının üstünə də, orada Həzrətin qoluna da girən yox idi. Orada da tənha qalmışdı. Əla rəhmətullahi aleyhi.